Akıl Bakdatı kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Sərdar müəllim. Azərbaycanın dilbər guşələrindən biri olan Masallı şəhərində Hacı Sərdar adlı bir müəllim yaşayırdı. O çox mehriban, təmkinli və mərhəmətli bir insan idi. İnsanlara Quran öyrətməyi çox sevirdi. Hara getsə, Allahın kəlamını insanlara sevgi ilə çatdırardı. Bir gün Hacı Sərdar müəllim uzaq bir ölkəyə, Orta Asiyaya səfərə getdi. Orada bir məktəbdə uşaqlara Quran dərsi keçməyə başladı. Onun səsi qəlblərə toxunur, dinləyənləri sakitləşdirirdi. Dərslər irəlilədikcə uşaqlar həm Qurani Kərimi gözəl avazla oxuyur, həm də əxlaqi cəhətdən yüksəlirdilər. Bir gün Hacı Sərdar uşaqlar barədə kiçik qeydlər apararkən onlardan birinin ailəsinin maddi cəhətdən çətinlikdə olduğunu görür. Dərhal düşünür ki, mən bu uşağın ailəsinə kömək etməliyəm. Amma elə etməliyəm ki, nə özü, nə də ailəsi utanmasın. Ertəsi gün müəllim dərsdə uşaqlara gülümsəyərək dedi: Uşaqlar, sizə bir xəbərim var. Bundan sonra hər həftə dərsdə gözəl iştirak edənlər arasında püşk atacağıq. Qalib olan uşağa isə kiçik bir mükafat veriləcək. Uşaqlar sevinərək əl çaldılar. Hamı daha çox həvəslə oxumağa başladı. Həftənin sonunda Hacı Sərdar müəllim sinifə bir qutu gətirdi. İçinə uşaqların adları yazılmış kiçik kağız parçaları atdı. Uşaqlar maraqla baxdılar. Müəllim əlini qutunun içinə salıb bir kağız çıxartdı və açıb oxudu. Bu həftənin qalibi Əli oldu. Hamı sevincli halda Əlini təbrik etdi. Sərdar müəllim pul mükafatını təqdim edəndə Əlinin sevincdən gözləri dolmuşdu. O hər zaman ailəsinə dəstək olmaq istəyir, lakin yaşı az olduğu üçün əlindən heç nə gəlmirdi. İndi isə bu mükafatın onların ailəsinə nə qədər kömək edəcəyini düşündükcə çox sevinirdi. Sərdar müəllim dedi: Allah sənə bərəkət versin bala, zəhmətinlə oxumağa davam et. Sərdar müəllim Əlinin gözlərindəki bu sevinci gördükdə Allaha şükür edirdi. Bir neçə həftə belə keçdi. Hər həftə Əli qalib olur və mükafat qazanırdı. Əlinin valideyni sevinclə digər valideynlərə deyirdi: Allah Hacı Sərdar müəllimdən razı olsun. O bu şəhərə gələndən həm oğlum gözəl Quran oxuyur, həm də onun keçirdiyi müsabiqə sayəsində maddi vəziyyətimiz yaxşılaşıb. Əziz balalar, sizə bir sirr açım. Sərdar müəllim Əlinin qalib olması üçün qutudakı bütün kağız parçalarına onun adını yazmışdı. Lakin bunu sinifdə heç kəs bilmədi. Bəli, əzizlərim, böyük insanlar hər zaman belədilər. Birinə yardım edəndə gizlin edərlər, onu utandırmazlar. Həzrəti Əli əleyhissalam buyurmuşdur: Yaxşılığı elə et ki, sağ əlinin etdiyini sol əlin bilməsin. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.